Здравствуйте, я второй раз у вас уже в программе. Добро пожаловать. И второй раз уже на лечении в Baku, в Ber-David. Biz artıq ikinci dəfədir sizin proqramınızda iştirak edirik və ikinci dəfədir ki, biz artıq kurs müalicəmiz üçün Ber-David mərkəzinə Bakıya gəlmişik. Меня зовут Мария, мой сын Александр, у него диагноз аутизм. Aha, Aleksandr mənim oğlumdur, adım Mariyadır və oğlumun diaqnozu autizmdir. Мы приехали во второй раз, потому что мы увидели эффект. Aha. Biz ona görə ikinci dəfə gəldik ki, artıq effekti gördük. У нас сын меняется в хорошую сторону. Oğlumuz yaxşılığa doğru dəyişir. Он почти... Ему 7 будет скоро. Aha, 7 yaşı var Aleksandrın. Мы когда приехали первый раз, он не все понимал. Очень mало чего он понимал. Anlamırdı. Məsəl üçün bizim dediklərimizi, ümumiyyətlə ətraf aləmi çox az şeyləri anlayırdı. Сейчас он почти все понимает. İndi o hər şeyi anlayır. И это сказывается даже на занятиях, потому что если раньше он не мог высидеть на занятиях больше 50 минут, сейчас он сидит почти целый час на занятиях. Əvvəllər o məşğələlərdə məsələn 5-10 dəqiqədən artıq dayana bilmirdisə, indi artıq 1 saata yaxın müddətdə məşğələdə əyləşə bilir rahat. Он выполняет занятия, а главное, он понимает, что от него хотят. Deməli o məşğələlərdə ona verilən tapşırıqları yerinə yetirir və ən əsası odur ki, tapşırıqları anlayır. Burada bilirsiniz nə dərs tamaşaçılarımız, autizm olan uşaqlarda söhbət sanki belə deyim də David bəy bunları deyib həmişə onlardan öyrənmişəm mən də. Deyir ki, beynin hər iki yarım kürəsinin açılmağı və sanki bütün ətraf aləmi anlamağı. Yəni o uşaqların bədənində heç bir xəstəlik yoxdur da, heç bir orqanlarında xəstəlik yoxdur. Sağlam uşaqlardır. Sadəcə o sanki o uşaqların beyninin açılmasıdır və o açılmağa doğru gedən yol məhz Ber-David mərkəzindəki o kabinetlərdən keçir. Orada art kabinet var, düzdür Yelena xanım? Sport kabineti var, idman kabineti var, musiqi kabineti var. O hər kabinetdən uşaq keçə-keçə sanki onun o beyni açılır. Açıldıqca da o ətrafı artıq başlayır anlamağa. Он не мог, у него вот эти два пальчика плохо работали. И он не мог держать даже ручку. Вот она у него падала из рук. İki barmağı deyir, yaxşı işləmirdi. Qələmi yaxşı əlində tuta bilmirdi. А сейчас он все режет, все пишет. Он прямо всю раскраску от начала до конца за один день покрасил. Rəngləyir, kəsir. Orada deməli kabinetdə bir şey var. Deməli İsmail müəllim, qayçı gördüm mən. Sizin digər bir mütəxəssisiniz var. Tatyana xanım. Tatyana xanıma dedim ki, ay Tatyana xanım, bəs burada qayçı var belə. Uşaqlar axı bu autizm uşaqlar biraz anlayışlı olmurlar axı. Bu qayçı nədir belə? Uşaqlar bir-birinə batırar. Tatyana xanım dedi, nə danışırsınız? O qayçı bizim uşaqlarımızın o beyninin açılması üçün əlimizdə sözün yaxşı mənasında bir silahımızdır. Dedim, necə? Dedi, deməli biz o qayçı ilə, sonra mənə göstərdi ki, o belə xüsusi bir qayçıdır da, yəni adama batası qayçı deyil. Dedi, biz qayçı ilə birinci düz xətt üzrə uşaqlara deyək ki, kəsməyi öyrədirik. Продолжим. У него появилась осознанность. Допустим, мы куда-то должны идти, я ему говорю, сегодня мы сейчас идем к логопеду или в садик. Ребенок понимает, ребенок осознает, что мы куда-то пойдем. Он снимает все домашние вещи и одевает новые. Слава Богу. Ребенок уже понимает, что мы куда-то идем. Если раньше я говорила, что мы куда-то идем, он не понимал, он ничего не понимал. Я хочу сказать большое спасибо центру Ber-David и всем работникам. Это одна команда, это целая команда. Они всем помогают нам. И еще хочу сказать... Можно я переведу потом? Давай. Mən Ber-David mərkəzinə çox təşəkkürümü bildirmək istəyirəm ki, bu bir komandadır və o komanda hər kəsə dəstək olmağa, hər kəsin yanında olmağa çalışır. Еще хочу сказать, вот моя единственная цель, что меня вот сюда привело. Mənim yeganə məqsədim var, məni bura gətirən bir məqsəd var. То, что ребенку 6 лет, mənim uşağımın 6 yaşı var. Но умственно ребенок под эти 6 лет не дотягивает. Amma o 6 yaşa əqli zəifliyi var, o 6 yaş kimi çatmır. Вот что делают в этом центре? Это то, что ребенок,
он должен выйти из этого состояния, он должен Mənim повзрослеть övladım умственно. o vəziyyətdən çıxmalıdır. Он умственно должен повзрослеть, и это у нас получается вот Уже медленными получается. шагами, O это у əqli нас olaraq böyüməlidir получается. 6 yaşa qədər və bunlar çox Ya, очень rada za vas. addım bu yola Он gedirik. уже güzel. не как младенец. Если раньше он вот O artıq на пол körpə kimi ложился, deyil. Aha. теперь он этого не Əvvəllər yerə делает. uzanırdı, amma Он уже не как младенец, он уже идет Как вперед. взрослый amma mальчик. artıq o irəli doğru gedir və o Da. körpəlik Очень dövrün хорошо. sanki keçib. Я за вас очень рада Я за вас. очень благодарна, что Mən çox təşəkkür есть edirəm этот ki, центр. bütün И у нас mərkəz есть надежда на будущее və своего bizim ребенка. ümidimiz var gələcəyə ki, bizim uşağımız düzələcək. İnşallah, inşallah ki bura gələn, belə deyim, Azərbaycana gələn